istədim başqa rəng eləyim. Amma belə necə yaxşıdır, hə? Yeməyimiz gəldi. Nə yaxşı. Açmısan. Elə də. Allah, çox acım. Yəni, bugün bilmirəm nə olub mənim çox acım. Çox sağ olun. Ay, başlayaq. Başlayaq. Şirin? Hər işini yazım. Sevirsən də məni, sevirsən də. Canımı yarım. Vidikamdan tanıdın, hə, nəxədir? Bu doğrudan sənin vilkandır. Bura necə gəlib çıxıb? Olmadı ki, təşkil eləmişəm də. Siryozum, dəli kimi sevirəm də səni, it kimi sevirəm də. Sən bunu niyə başa düşmürsən? Hı? Niyə? Ala gəldi, ala bala. Heç bunun yeri idi. Bu nədir ala? Hə də, hə. Verilməşili qatıqla yeyirlər də. Atam, o kənd qatığı dör, ona bırratın dala qaytar. Ay beyni zeytun boyda olan o vermişiller spagettidir. Eyni şeydir də, verilməşinin üstə qiymə vururlar, ala. Ala o spagetti balanezdir. Hala nə balanez ala? Bu adı siz qoymuşsunuz da, ala üzvüzdən balanez. Afayəqin kafesində verilməşinin əti qatırsan 5 madənə biri mayası. Eyni şeydir də. Hə, qiymət də sonra üzvüzdən qoysunuz 16 manat. Spagetti. Mən öyrədir ala spagetti balanez. Allah ağzı elənə danışma. Sən tərbiyəni tanımadığın İran vətəndaşından almısan. Aa, bəstirin də. Mənim gülümə bax da. Görürsən, mənim sevgidə bəxtim niyə gətirmir? Bu dəqiqə müğənni Elnarəyə yığacam, soruşacam ki, Tanrıdan budurmu məhəbbət payım, xəyalım? Öyle ha. Sən gecə ablabliyyə gəlməyib. Niyə ki? Bu nə zarafat deyilsən? Sizə görədir də, psixologiyam pozulub. Bir dəfə də özünüzü mənim yerimə qoyun da, zəhmət olmasa. Ala yox da bu qədər də yoxdur. Yox, sürüyorsun mən mujikəm. Ha, mən necə sənin kimi ola bilərəm? Necə qadın ola bilərəm? Yox, mən mujikəm, mujik, yox. Amma mən qız olsam qəşəng olardım, hə? Sən belə də pis deyilsən, amma qız olsan lap yaxşı olarsan. Baş sponsor Soundride, xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Patron tumları, Kasap kebab. Allah köməyiniz olsun. Təki, biz də istəyirik ki, tez sağalsın. Necə? Xəstəlik nədir? Nəsə çatışmazlıq var. Həkimlər də tuta bilmirik. Amma rəngi sapsarı saralıb yazıqdır uşaq. Necə? 50 manat göndərdiniz? Hə, karta. Hə, çox sağ olun, çox sağ olun. Məşğal, başım qazana döndü ya. Bu nədir ya? Benim zəng oldu və bir zəng gelir ki, Allah cavab versin, Allah kömək olsun. Bu nədir? Deyib videoda görmüşük, yaxşı olar, Allah kömək olsun. Xosu, mən çəkmişəm. O gün sən burada yatmadın, yuxu tutmuşdun səni. Mən də qıraqdan çəkdim, paylaşdım. Səsi çıxartma, heç kimə işini demə. Mən demişəm ki, yazıqdır, cavandır, biraz pul yığaq, müalicə olunsun. Mən deyirəm, axı, cəmaat nətən inanır, hamı deyir, Allah kömək olsun, Allah cavab versin. Xosu, onsuz da səndə nəsə çatmır da. Baxan da deyir ki, yəqin düz söhbətdir. Məsələ bu, mən nə satmaq, başım xarabdır, gidəm. Heç olmasa normal pul yox. Yox, görən deyir ki, bu niyə yaşamalıdır? Nəyə ehtiyac var ki? Düz deyirlər də, səndə doğrudan nəsə çatmır. Nəsə yəni, bu niyə yaşayır? Hər ki, bir yəni oturma çıxan. Bir yəni otur. Səndən pabra çıxın. Yəni, oğlan kimi söz soruşmasın. Soruş. Neçə vaxt var, deyirəm ki, qalıb benim ürəyim deyil. Mənim bu həyatda yaşayışım niyə lazımdır? Mən nə deyib yaşayıram? Ümumiyyətlə, mən nəyə lazımım, baxın, mən bu həyatda? Yəni, deyirsən, 20 qəpi də yığılmayıb. Yığılmayıb da, elə bil gizlədirəm bundan. Heç bir mantığı yoxdur, mən kontrol vurum. Yığılmayıb deyirəm də, inanmırsan mənə. Məşğal belə adam olar, mən nə deyib yaşayıram, hə? Raul, necəsən? Sağ ol, sən nətərsən? Yaxşıyam. Ayağın yenə axsıyır. Vurğunam da sənin bu futbol sevgi və halaldır sənə. Tanış olun, dostum Raul, dünyanın ən yaxşı futbolçusu mənə görə. Sən futbolla da maraqlanırsan. Hə, niyə maraqlanmıram ki? Raul, sənin bir dənə Chelsea-bə qolun var, superdir, bombadır. Ayda, bu nədir ala, bu nədir ala? Bunların bəxti gətirir. Belələrin bəxti gətirir də. Kaş futbolun dalıcan düşərdim mən. Ha, mən 15 yaşına kimi bombardir olmuşam. Haradan atıdan oradan vururdum. Ha, vaxt olurdu stadiona gedmirdim. Evdə otururdum divanda uzananda. Top gəlirdi, belə edirdim, gəlib girirdi qapıya. Belədir ki, oynamaq üstə komanda yığışaq oynayaq. Sən Raul kimi futbol oynaya bilməzsən. O, başqa leveldə böyük futbol oynayır, əsl futbol oynayır.
Seryoz, mən də böyük futbol oynamışam da. 200-300 metrə futbolunu oynamışam. Hə, stadion səndən boyda. Ay top daşıyan. Sən futbol bilirsən nədir ağa? Hayasızlıq etsin, futbol belə, futbol belə. Mən oynayanda sən hardaydın sən futbol oynayıb bu? Mən bu ayaqlar var, bu ayaqlar. 14-15 yaşında 2000-dən, 3000-dən top silirdim, yala. Ay köynə deşik top. Sən bağda güllərə su siliyəndə mən 2000-dən 3 dənə top siliyirdim, hala. Kamal sənlik də deyil. Qardaşlar, gəlin spor eləməyək. Yəni mənim oynadığım başqa leveldir. Bu sizin üçün corabları iç-içə qoyub hardan gəldi vurmaq deyil. Lap belə oynamaq istəyirsiniz, siz bir-birimizlə oynayın. Ondan sonra kimin komandası udsa gəlib bizlə oynayar. Taktikanız var heç olmasa. Ay bek kimin qardaşı. Hala biz ömrü boyu taktika ilə yaşayan oğlanlar olmuşuq da. Bax, sağda mənəm. Xosu, sən ortada oynayırsan. Faxı, sən ona kömək eləyərsən. Məşğal, mən ortada qalıcada oynamam. Mənim şey qalamadı. Bax, uzadan at kəlləliyə, qam vurum qapıya. Atdım, vurdum kəlləli. Ala, başın əlifba kitabındakı kirpi oxşayır. Onsuz da gitsən, biraz da başıma top deyəcək, lap gic olacaqsan. Yaxşı da, Şirin, sən varatar durarsan. Amma mən varatar işdirim. Mən tanımadığım adam üçün varatar dura bilmərəm. Ay, mənim beyinsiz oğlum. Ata tərəfindən gedib oxşadığın adama məni söydürmə. Elə varatar demirəm, qapıda duracaqsan. Şala, bir dənə söz deyim. Biz birinci Kamal yeri udmalıyıq ki, bu oyunda. Raul ilə oynayaq. Bunu mütləq eləməliyik ya. Bunu bilin. Düz deməsən, şər deməsən, xeyir gəlməz. Mən baxayım, bu kirpi əlifbadan insan səhv edədir. Mən görməmişim bu. Allah, mən hardan tapım oyuncusu? Mən nə edim ala? Mən hardan daşın salım başıma? Necə eləyim ala? Mən dominoya 3 səfər tapa bilməyən adamam yala. 5 səfər hardan tapdım mən? Zibilə düşdüm mən ala. Məcəm mamiyə deyim. Tamam, oynaya bilmirək. Papağın da travması var. Topa qarşı travması var. Yox, alınmayacaq. Yox. Ala? Nə zor oynayır ala? Ala, bu uşaqlar nə bomba oynayır? Ala, necə qaçır? Ala. Manatlıq taksi kimi hara gəldi, girdi. Ala, elə bunlardır. Özüm onun bunlardır. Çocuklar toplanın. Gel bura. Hamız gel bura. Ay sağ ol, gel bura. Tələsmir, yavaş. Bax, mənə qulaq asın, diqqətlə mənə qulaq asın. Əsl meydançada oynamaq istəyirsiniz. Daha belə yox, kubiklər qoymusunuz, daş kəsək, başınız, ayağınız, hər nə gündəsiz görünür. Palçıqınızla futbol oynuyorsunuz. Oynamaq istəyirsiniz? Əla. Top səndir. Deyirəm də sənə başqa nə etsin oynatsınlar. Top səndir, ona görə sən oynadılar. Biz futbolçu olacaq. Mən Qurbanovun məhəllə futbolu üzrə köməkçisinin köməkçisiyəm. Bax, gəlmişəm, siz seçim, aparım, futbol oynayasınız. Şahrutdinlə eyni komandada oynamaq istəyərsən? Yox. Malades, göz açıq uşaqsan, halal sən. Karateye zada git, sən futbolluq dövsən. Mənə bax, sən Nəriman Axundzadə kimi ucuz futbolçu olmaq istəyən Amerikada oynayır. Telefon zad gətirib satarsan? Yox. iPhone ucuz deyir orada, istəmirsən, istəmə. Yaxşı, mənə diqqətlə qulaq asın. Mən sizi eləyəcəyəm orijinal, profesional futbolçu. Bax, sən qapıda dayanacaqsan. Orada da top söhbətlər dəxli yoxdur. Çünki orada top da var, çoxdur. Yaşıl meydançadır, yəni ona ehtiyac yoxdur. Bax, indi sizin üçünüzün arasında taktika quracağam. Elə bir ki, 4-4-2, understand? 4-4-2. Bax, qulaq as. Sən atan harada işləyir? Maşın alıb satır. Mənim maşın alverçisidir. Elə bir ki, sən ortada dayanıb hamını alacaqsan. Yumru yer var ha, orada dayansan hamını alacaqsan. Satanı alırlar, həkim də girsə alırlar, fərqi yoxdur. Oldu. Sən atan harada işləyir? Gəmisidir. Gəmisi. Elə bir ki, 15 gün evdə, 15 gün işdə. Sən elə bir ki, 15 dəqiqə oynayırsan, 15 dəqiqə fasilə. Yaxşı? Mənə bax, sən aton harada işləyir? Makler. Maklerdir. Rəqib komandanın qapısını sata bilərsən. Yanına dinən ki, avtobus atı keçir yanına, asfalt zat, hə? Elə bilərsən, hə? Yox. Hə, söyle, davay, gəlsin, başlayırıq oynamağa. Gəlin. At topu. Mənə bax, sənin sürməyi mənim çox xoşuma gəldi ha. Deyirəm, bəlkə sənin özümə şəxsi sürücü götürüm, hə? Çünki məndə ailədir də, yəni ailə də ancaq mənəm demək olar ki, yəni iş, ev, iş belə. Əlbəttə ki, yəni molazada getmir. Gedərik, mən pul vermirəm axı ona. Arada gedərik bağa, o da retk.
Müəllim, əlinizdəki güldən görürəm ki, arada gedən deyilsiz. Mən Soundtrite-da 1000 manat maaş alıram. Maşını şirkət verir. Əlavə xərcləri şirkət ödəyir. Plus da işə girəndə 300 manat bonus almışam. Bu işi qoyub niyə başqa işə gedim ki? Yox, mən də sənin yerində olsa başqa işə getməm. Nəysə, yaxşı ki, işin gücün var, yoxsa mən də gəlib Soundtrite sürərəm. Buyurun. Yaxşı, salamat qal. Alın. Oktay, sənin yaşların indi nəvələri ilə oynayır. Adlarını da yaddan çıxardılar. Sənsə gəlmişsən parkda görüşməyə. Yaşın o yaş deyil, amma belə vaxtda park da park deyil. O dəqiqə bildim sən. Şəxsiyyət vəsiqən üstündə. Niyə edirsən şəxsiyyət vəsiqən? Evim, maşınım, nəyim var, hamısı. Hamısı keçirəm səninlə. Yox, Oktay, mən ev, maşın heç nə lazım deyil. Mən səni istəyirəm. Məni verdim sənə. Tam adıma keçirtməyə ehtiyac yoxdur. Davernis ver, bəsimdir. Onda bax, sürməyə, çatmağa, hər şeyə gen davernis verəcəm sənə. Oktay, bilirsən nə istəyirəm? Həll elədim o, nə istərsə, okeydir. Cihan da abi, məsələni bilməmiş cavab verirsən, Bilirsən nə istəyirəm, Oktay? Yox, başa düşsən, mən eşitdim, nə fərqi var axı? Sən elə bir şey eləmişsən ki, indən belə var, nə desəm, hamısını eləyəcəm. Okey, o da okeydir, de. İstanbula getmək istəyirəm, Oktay. Bir dəqiqə. İstanbula 3 gün sonra biznes klasa hava, samolyot, bilet hazır. Mən tək getmək istəmirəm. Mən səninlə getmək istəyirəm. Mənlə? Mən işdən, evdən gedəmərəm. Mən evə nətər deyim İstanbula gedirəm. Başa düşmədim. Sən evlisən ki? Yox, amma bir evin içində mamamla yaşayıram da. Mamam da mənə gözündən qoymur. Çox ciddi mamam var. Deyir ki, sən tək ora-bura buraxanmaram. Gedərsən, qoşularsan o bu uşaqlara, yəni ağlın... Nəysə. Mən başa düşdüyümü düşdüm. Mən getməyə başqa adam taparam. Sən 100% evlisən. Nə evli o? Ya, mən gözümün altına baxım, mən heç evli adam oxşuyuram. Mən evdə mırvariyə nətərdeyim ki, İstanbula gedirəm. Bir dənə son variant var. Deyəcəm ki, məni qaçırdıblar, biznes adamı kimi pul istəyirlər. Mirvarı mənə görə qəpik də verməz. Əsəl deyən tərpənmə. 1, 2, 3, Bax, diqqətlə baxın. Topu necə vurmaq lazımdır göstərirəm. Uclamaq yox ha, söyüş yəsi olmuyor. Ayağınızın içinə, bax, bura ilə. Yaxşı? Bax, baxın. Köpək uşaqları, bir də top buraya gəlsə partladacam dedim sizə. Gördünüz? Nə bura? Eşitdik. O elə tək adam idi mənə söydü. Gör, Tofiq Bəhramoğlu Respublika stadionunda 31.200 adam eyni ağızdan eyni söyüş söydü. Hələ televizorda baxanları demirəm, çayxanada yığışanları demirəm. Yəni söyüş yəsi olmuyor. Bax, diqqətlə baxın, yenə də göstərirəm. Elə. Az. Yapon robotu. Çox məşq eləmir, Raul gündən biz oynayacağıq. Raul ilə oynamaq üçün başınız üstündə. Biz oynayacağıq Raul ilə. Sən bizi bu komanda ilə udacaqsan? Nədə ala? Uşaqları yığmısan ki, bizi udasan. Bilir də sənin ürəyin kövrək daşıdır. Hadi. Ala, siz nə bilirsiniz futbol nədir? Hələ buna bax, Uqlavoydakı bayrağa oxşayır. Qaqa, özüm ölüm. Qardaşım uşaqlar bizə gələndə 15 vurdurdum onları. Canavaram ya. 40 PlayStation 4 pultu. Neçə yaşda vardı onları? Biri 2, birində 3. Normal uşaqlardır ya. Mən uşaqlıqda corabları bir-birinə belə keçirdirdim içinə, bir-birinin içinə belə bağlayırdım. Top düzəldirdim. Bir udara qonşunun pəncərəsini qıran oğlanam mən. Sən nə danışsan? Sonra mənə transfer edirdilər, o bursu mənə. 2 dənə
ballı qoza. Ala 2 dənə ballı qoza məhləvi satan adamsan da ala. Şirin, futbolun qaydalarını dəyişən oğlan deyə. Ala Həri. Alkol vurandan sonra maykasını çıxartdığına görə futbolda mayka çıxartmağa sarı vərəqə verirlər. Sözüm var. Ala bu elə soyunmağa meyilli yarım müdafiəçidir də. O. Ha, yerdə ruka yoxdur qaydasını boğulan gətirib ala. Yerdə uzanla. Dava eləyə. Bir də azdanış, gəl vur penalı. Gəl göstər mərifətini. Gəl. Mən deyirəm. Gəl. Ha, qapıya. Örgən balaca. Gör necə qalır. Buradır. Bura. Yerini qoymuşam. Aysa. Ay, ala, kes bir yan. Örgən. Bax. Geç. Bana geç. Göster. Bu hansı itin balasıdır belə? Demədim indi topu patladacam bıçaqla. Şirin qardaş, tanıdı səni, get dalısan. Get topun dalısan, get. Düz deyir, ala vuran gətirir, gətir. Get, qorxma. Get ala. Gəlir xana, gəlir. Oqtay, hara geysən? Gedirəm. İçimdəki o səs-küydən qopub gedirəm. Elə bir yerdə ki, ancaq yağışın səsi, bir də o sükunət. Dərdimə qapılıb özümə gedirəm. Səndən yox, özümdən gedirəm. Başım gecəllənir, yenə də özümdən gedirəm. Amma hər gediş getmək deyil, özümə qayıdışdır. Bırax gedim, özümə qayıdım. Hə, nə yaxşı. Onda gələndə çörək alarsan. Bir də patron yağı. Az qalıb, sənin mədəvə başqa yağ düşmür axı. Deyirəm, ay Oqtay, axşama kotlet qızardım, yoxsa toyuq qızardım. Cızla belə kartoşkanı da qızardım yanına. Nə deyirsən, hə? Ben de patron yağını göstersen ağzımın suyu akır. Bilirəm dadlı olacaq. Amma o içimdəki sükunət var idi ha belə. Sakitlik. Bax onun içinə cızla elədin də bilərsən. Yəni imkan vermədin də mən öz sükunətimdə boğulum qalım da. Sən bu boyda mən şeir dedim burada. Dəbi yaradıcılıq gedəsi düzəltdim. Sən bir qram təsir eləmə. Düzdür? Eləmədin sənə təsir. Daş qəlblisən də, daş qəlbli. Bir sənə var, Oqtay. Mənim başımı allatmayın, mən uşaq zad deyirəm. Hara yığıb çamadan var, aradan çıxırsan, ha? Kim? Mən? Sən. Yox, çamadan paltarlar deyirsən. Hə, yadıma düşdü. Bir kasıb insan var, ehtiyac. Onun heç nəyi yoxdur. İstəyirəm o paltarları verim ona. O geyinsin mənə istəyirsin. Qəlbim isinsin. Hə, yadıma düşdü. Bizim məhəllənin başında bir dənə bombuş var. Aparım elə ona verim də. Onun daha çox ehtiyacı var. Yağı da verərəm ona, biraz qalır. Lay da day 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 day. Bunu da koyurdun, ha onu da koy götürüm. Getdi 5 manatlıq duxu, 1000 manatlıq kostyum, 300 manatlıq ayaqqabım getdi. Mənim orada gül kimi kojunlu dar şalvarım var idi, xüsusi həkim geyimim var idi. Mən onları yerine verdim. Yaxşı olur sənə Oqtay, yaxşı olur sənə. Bax sən niyə belə şeylərə həvəs yiyirsən ki, sənə də bunun məzabını çəkəsən. Gedin də Almaniyadan təzdən aldılar. Nəsə qalıb yenə? Yox, içimdə biraz əsəb qalıb, onu çıxardıram. Otur, xoş otur. Oturun. Bana gel ha. Hem de. Nə su? Bizim barota böyüdüsün, barota balacadır. Ala say. Say. 1, 2, 3, 4, 5, 6, 7, 10, 11, 12, 13, 14 attı. Ola, 14 attım. Gel buraya say. 14 attım. Allah diyor, ala 14. Ay sağ ol. Çes bir yana. 1,
2 yarım. Ha 2 yarım. O 14 oydu, 2 yarım bu. Düz deyirəm də. Utanma da, utanmayıb bir dənə tullam sayardın da. Tualetə belə gəlsən sən. Bizdə tualet birincisi bayırdadır, qaça gedirik. Davay, daşı düzəlt, böyüd bunu, oyunumuza başlayaq. Davay. Həri. Nə hayasız adam, sağ ol. Nə hayasız adam. Böyüd ala onu. Bilirəm. Osman yox. Osman. Osman. Şirin sən də maskalı taxda, hər komandada bir dənə maskalı olsun. Mənim maskam var, ala. Niyə yox da? La Reyhanla görüşəndə maskada olursan, burada oynayana taxmırsan. İşdə mənə 200-lü deyirsən, ala. Aa, ulan ha. Mama gəldi. Niyə dav eləyirsiniz, hə? Mama, sən həmişə mənə demiyordun ki, gücün satmada götür daşı vur başla mən neydi? Ay oğlum, onu mən uşaq vaxtı demişəm. İndi sənin yanıma pasulka daşıyan vaxtımdır mənim. Niyə dav eləyirsiz, hə? Yoxsa Raul sizi bir-birinizlə dalaşdırır, ondansa birləşin, Raulun komandasına qarşı belə güclü bir komanda yaradaq. Aha, mən düşmənimlə eyni paltayı giyinməm üçün məhəllə uşağı Fikon toyuna sənin o Çiqrov köyn evi giyindim getdim, ki ağrı başqa olmasın. Nə danışsan birləşin? Ala, minnətin olsun, ala. Etməli gözüm atmır, heç indi komandada olmağa. Amma məçqalar düz deyir də. Ala, bizim komanda olmağımızı bizə forma lazımdır. O da ki puldur. Puldakı yoxdur da. Hardan tapacağıq? Lazımdır. Mən də bir dənə bu Osman maskası lazımdır. Bir dənə anarsında qal, gözümdə durmur. Bunu taxıram düşür bir dənə. Ala, sənin belində şalvar durmur. Maska necə duracaq? Yaxşı dəqiqə. Mama, sən bura traktorla gəlmisən? Hə oğlum, qonşumuz Pəriməz nahara gəlmişdi. Dedim gətirsin məni, düşürsün sizin yanınızda. Məşğalıyı bir kuruq sürümdən bunlar. Dayan görüm, kuruq eləyənə bax. Camaat əkin sahəsini bir kuruq sürür, 100 manatı qoyur cibinə. Sənin kuruğun havaydı. Nəsə ya, amma mən sürürəm buralarda, sür bardan. Qaqan, özüm maşın da öyle, İrandır. Mən də pul yığıb da traktor alacaq. Bir dəqiqə dayanma. Traktoru New Holland pul qazandırır, başa düşdün? Bəs biz forma üçün pulu hardan tapacağıq? Mən bilmirəm, qaqa, bir şey fikirləşin də, mən nətə deyim? Bu durmuyor bu da. Dayanın. Hala, mamaya bax, sənin zəng gəlib qırağa çəkilən yaşındır. Hə Oqtay, bizdəsən? Bizdə nə inirsən? Oqtay! Ay! Benim hanım her şeyi başa salacağım. Neyi? Bu... Sen de böyle eski değilsen, Oqtay! Ben elə biləm ki, nəsə pis iş üstündə tutmuşam. Ona görə çaşım deyirəm ki, başa salacağım. Amir var, nə olan? Mən belə görəndə gəlib eski demədi. Oqtay! Bəs nə deyim? Taksi çağırmışam, ərim çıxıb. Təəccüblənməliyəm də. Əslində düz deyirsən, amma bir sən yer eləmişəm. Eşitdim ki, Sunright'da təzə gələn sürücülərin hamısına 300 manat bonus verirlər, 1000 manat da maaş verirlər. Mən də fikirləşdim ki, boş bekar ortalıqda fırlanmaqdan sonra gedim. Oqtay! Ay, yenə nə oldu? Aç qapını, mən oturum, sür gedək. Qafiyyədir bu, təzə. Aç qapını, mən oturum. Buyurun. Sunright. Tələsirəm, ona görə tələsirəm. Ay, parmağın qaldı. Yox. Baş sponsor Soundride. Xosi? Aa, Hay Xosi, bu nədir la? Mənə faxı deyəndə inanmırdım. Deyirsən, gizli işlərlə məşğulsan. Sənin pulun var, ona buna pul paylayırsan. pul mən verirəm, Oqtay əmindir. Mən paylamaq üçün baxıram. Oqtayın klinikası var, traktorun dəxli var onun. Oqtay əmin klinikanı New Holland'dan qazandığı pula tikdirib. Özdə bunların qiyməti münasibdir, kreditlə də verirlər. Bir də Oqtay əmindir ki, bu, Şirin görsən deyəsən ki, Şirindən fərqli olaraq traktor keyfiyyətlidir, uzun ömürlüdür, qənaətçilidir. Qulaq az, sən bu gətir-götür işində sənə nəsə maaş verirlər? Yox, qaqa, mən maaşa işləyən adamam. Traktoru verir, həftədə bir kuruq sürürəm. Doğrudan. Mən beləyəm də, mən beləyəm, mən tanımırsan ya. Xüsusi sponsor New Holland traktorları. Atam heç nə?
Əlimdə patron sertifikası çitliyə bu ilə söhbət edir. Deyirəm, alam mənim gizin obrazım var. Mən bu dünyaya papuda gəlmişim. Bir şey söz verdimsə onu eləməliyəm. İndi mənə gəl soraqlaş oradan, buradan bizim aləmdə söhbətlər necədir, nə cürdür, başa düşdün necə? Yəni bizdə kəlmədir. Ümumiyyətlə mən söhbət eləmirəm. Satan ki papuda lang, başa düşdün? Belə. Yəni əlimdə patron söhbət elədim, sonra yola saldım, çıxdı getdi də. Bu qoyda söhbət elədim. Bir dənə patron sistemağına inandım. Niyə atam? Çünki elə bir dənə onu bacarsan. Başa düşsən mən inanmırsan? Sən mən yaxşı tanımırsan? Qulağımı gətirmirəm. Xüsusi sponsor Patron tumları. Bu nə dolu? Ha, sən xeyir olun mənim siryozumun məhəlləsində, hə? İstəyirsən səni bir dəfə fitə aparsınlar, gətirilməsinlər. Hə, nədən hə? Allah, sən nə gic elədin Allah? Gətirmək lazımdır, aparmaq lazımdır. 20 kisə sement təşkil edə bilərsən mənə? Mənə baxın, 20 kisə sementi nə edirsən? Allah, aşağıda dayanmamışsın bayaqlar. Heykəlimi qoyacam orada. Elə bir şey, hə də bir yerində görəcək, gəlində görəcək mən. Nə heykəl? Hansı yaxşı hərəkətə görəsən heykəlin olmalıdır burada, hə? Özə sənə 20 kisə sement çoxdur. Bu yaxınlarda hamamı remont eləmişəm. Bir stəkan sement qalıb, daşlayıb verərəm ona, ondan nəsə deyəsən. Allah, nə bazı sement? Mənə heç olmasa bir 15 kisə tək mənim başıma gedəcək sement. Məhəllə fəxr eləməlidir ki, mənim kimi oğlan var bu məhəllədə. Məhəllən səninlə belə fəxr eləmək üçün görələ səhər saat 11-də yuxudan durdun, hələ o bəsdir, o kifayətdir. Hə. Sən tut burayı. Mən orada sənə dalaşacağam. Buraya. Danışacaqsan, deyə hala, plasa bir içirsənsə, hələ sənə heykəl qoyulmalıdır. Mən səninlə razıyam. Nə lazımdır sənə kömək edeyim. Maşındır, fəhləçilikdir, hamısını özüm edirəm. Amma o plasa bir hansı əllə tutdun? Bir dənə o əlin lazımdır, hə. Üzün zadın lazımdır, o qolun lazımdır. O heykəlini qoyaram. Şəxsən mən eləyərəm onu. Bax belə. Xüsusi sponsor Plus Over. Ahmet, səni niyə çağırmışam? Mənə təcili bir məsləhət lazımdır. Məsləhət vermək pullandı. Mən o boyda təcrübəni, havayı ona buna xərcləyə bilmərəm. Şöyle bir məsləhəti indi götürürəm, birini sonra götürəcəm. Bu başqa məsələ. İndi ver sualımı. Bax Mədiş, mən qıraqdakı gilə gedirəm. Canı yanmış, çox gözəldir. Digər ki, yemək hazırlayıram. Bilimə vuram, iddialı olum. Amma gəlirəm evə, mirvari bir dadlı yeməklər pişirir. Yeməyi yeyə beləm, üzünü görüm. Mən nə tər edeyim, nəyi dəyişdirim ki, bunları tərəzinin ayrı-ayrı gözlərinə qoyanda o tərəzi eyni gəlsin də. Mən deyim də, ya mirvarini plastik əməliyyat elətdirirsən, ya da ki, qıraqdakına bax, patron yağı alıb verirsən. Patron yağı ilə bişirilən yeməklər çox dadlı olur. Yaxşı fikirdir. Amma mən istəmirəm ki, həkimləri çətinliyə salım. Mirvarinin plastik əməliyyatı uzun sürəcək. Ondan sonra bir də patron yağı aparıb verəm qıraqdakına. Yeməklərin dadlı olur. Mirvarı ilə də dostluğumu möhkəmlədirəm də. Nə lazımdır, yağı verər aparım da qırağa. Yox, niyə verirəm ki? Evimizə almışam ha. Buydu pulmuş, yaxşı. Marketlərdə var da ged al da. Dur gedək. Özümün də. Xüsusi sponsor Patron tumları. Gəlmişəm özüm öz ayağımla ki, yəni mənim pulumu soyasan. Oktay, yeni nə olub? Naparnikin səni başa düşmür. 6 qoşa əlində qalıb. Yox, əlimdə ola bazara getmək istəyirəm. Yenə kimin balasının maddi ehtiyaclarını ödəyəcəksən, hə? Bir qızla İstanbula getməliyəm. Yəni bildiyin qız məni sevir. Yəni deyir ki, vurulmuşam da sənə. Yəni sənin boyun, buxunun, sənin yarın yaraşığın. Pulun da rolu var təbii ki. Sevgidə mən bu qızla getməliyəm İstanbula. Bunu evdən ətərdiyim onu bilməm. Ev. Oktay, 500 manat verirsən, məsələlərin hamısını həll eləyirəm. Sən deyil, minimum paket 500-dan başlayır, elə bir. Problem deyil, həll eləyərik. Prosta nə tərəf eləyərsən ki, ideyam var. Gözlə. Məndə bütün vəziyyətə uyğun ideyalar var. Niyamətin cins şalvarından tutmuş, Röyanın W triodan ayrılmasına qədər olan ideyaların hamısı mənimdir. Boş vaxtım olan kimi ideyaları yazıram, atıram qırağa. Dar günündə lazım olur. Baxa bilərsən. Nə baxım, yəni bu ideya varsa arasından nəsə çıxardacaqsan. Planın nədir? Nə yazırsan? Axşam futbol olacaq. Sən də gələcəksən, futbolda oynayacaqsan. Hə də, sən də gələcəksən futbola. Hə. Mən Xosiyə deyəcəm ki, səni yalandan yıxsın yerə. Sən yıxılacaqsan, ayağı tutacaqsan, güya ki qırılıb. Biz də səni aparacağıq xəstəxanaya. Sonra da Mirvariyə zəng eləyəcəyik ki, Oktayın ayağı qırılıb, İstanbula getməlidir əməliyyata.
İcazə verin, əlinizi sıxım qarşınızda baş əyirəm. İcazə verin, bu ideyanıza görə sizə bacı deyim. İcazə verirəm. De. Bax, sən icazə verdin, bacı deməyim. Amma mənim vicdanım icazə verir, bıraxsın. Yaxşı görüm. Axşam futbola gələndə bir mirvarini də gətirərsən. Bax ha. Hara gedirsən? Bax ha. Gəl bura. 500 manatı ver görüm. Nə olur, pulu görə belə. Belə gedir. Baxa, bax. Yaxşı da. Get. Bir dənə artıq versəydin nə olardı ki? 500. Dayan. Gör sənə nə deyirəm. Deyirəm bəlkə sənə birini tapaq. Hə, nə deyirsən? Mənim başım qarışıqdı da. Ev işləri ora qaç, bura qaç. Belə figurası qəşəng, gözəl, göyçək, adımıza layiq. Qulluğunda dayansın da. Nə deyirsən? Ah, ki qəbullandın hə. Məni başa düşdün sən də. Ne? 5 dəqiqə gözlə sən gəlirəm. Nəsə deyirdin? Telefonla danışırdın. Ha, qardaşımdır. Deyirəm ki, 40 yaşım var da, gəl sənin üçün birini tapaq, evləndirək də. Nə deyirdin? Mən də elə onu deyirdim. Dedim ki, axır ki onu başa düşdünüz, qəbullandınız. Hazırlaş, axşam səni aparacam. Restorana aparırsan məni. Yox, nə restoran? Teatr aparırsan. Teatra niyə gedək? Ömür var, teatrda nə var axı? Gül alırsan mənə. Bax, biz kişilər beləyik də. Ən xırda şeylərlə xoşbəxt olmağı bacaran xanımların qədrini heç bilmir ya. Yox, axşam səninlə futbola gedəcəyik. Mən oynayacam, sən isə baxarsan. Futbol hansı? O səbətə top atırlar, o. İmkan verməz ki, buna xəyanət elədiyimə görə kilcə dəqiqə vicdan hesabı çəkim. Reaksiyasını gördünüz. Yox, ay Mirvali, səbətə çirkli paltarları atırlar ki, yuyulmalıdır. Futbolda isə topu qapıya vururlar. Vururlar Mirvali. Nə maraqlı. Amma qardaşın xoşbaxt olsun, yaxşı fikirdir. Zəng elim danışım da, ona deyim. Bax qardaş, mən deyirəm, qabaqda özüməm, tək. Atırsınız mənə, mən vururam. Əssalam, mənim işiniz olmaz. Ana biz benim ailə nə olacaq? Biz də tək olacaq da. Pası bizə də atın. Boş-boş qalaq orada. Tapdım. Mən qapıda olacam. Mənim yerim qapıdır. Qapı lazım. Yağına belə qapı tuturam. Bəssalam, mən iyiyim. Mənə pas atmayın. Bax, mənə pas gəldi. Ağzımı yum, gözümü açıb şey söyləyəcəm. Mənə pas verməyin, qaqa. Ağzımı yuyub, gözümü açıb. Təhsən. İçərdən. Tanış olun. Yeni transferimiz, həm də sponsorumuz Oktay. Amma mənim qaçmaqla aram yoxdur da. Mən çox da güvənliyim. Düz deyir. Onun qaçmaqla arası yoxdur. Onun ancaq gəzməklə arası var. Oktay mı? Biz də heç kimin qabağından qaçan orqanlar deyirik. Allah deyib sonra deyək, Oktayımı da müdafiəçi. Qoyuruq müdafiə Oktayımın, hə? Dayan, sən nə edirsən? Baş məşqçi mən deyiləm. Taktikanı özüm quracam. Özün. Deməli, Bunun bir plantası yox idi, ya, bu nətər mənim? Gəlin bura görüm, ha. Yığışın bura görüm. Utan bir geyindirim. Mən bir dənə bir böyük kimi burada istəyirəm. Bir söz deyim, elə başlayaq. Neçə yaşın var, o sən misin? 73 təvəllüdəm, değil mi? Tek pasportda 72 deyil, tek pasportda. Yoxsa 72. Gələ deyəndə maşın bazarındasan. Danış Oktay mı? Söz bir deyil, ya. Nə? Yadından çıxdı. Hə, Yaşlı adamdır, yadından çıxdı. Hə, çıxdı. Olur. Amma nəsə söz demək. Mama gəldi, Mama gəlir, hə, mama gəlir. Deyəm, mama gəl. sakit olun. Buyur, mama. Sözüm var sizə. Diqqətlə qulaq asın mənə. Yığışın. We came here to win. If we are here today, it is because we deserve it. No one believed in us, but we believed in our service. Now go out there and prove that this is your story. Don't be afraid. I am not afraid. You should not be either. Go and
Win! Mən çıxarsa başa düşmədi yox. Lap huşumu itirmişəm. İbrahimoviç bunu ingiliscə demişdi Milanda. Mən də elə əzbərləmişəm. Diqqətlə qulaq asın. Uşaqlar, biz bura qələbə üçün gəlmişik. Əgər bugün buradayıqsa, demək biz buna layiqik. Heç kəs bizə inanmadı. Amma biz özümüzə inandıq. İndi gedin və sübut eləyin ki, bu sizin qələbənizdir. Mən qorxmuram. Siz də qorxmayın. Gedin və qələbə çalın. Mama sizə qurban. Dayanın. İndi də əlinizi üst-üstə qoyun. 1, 2, 3 deyib Dinamo Mətiş qışqırın. Davay, getdik. 1, 2, 3. Mətiş Dinamo! Demək belə, şeydir, mən hücumdayam, sizsə... Mən qapıda. Mən evdəyəm. Mən nəmcəm. Yox, nəmcəm yox. Mən haldayım ha. Ara, mən deyəni qulaq atı da. Mən ümumiyyətlə bura niyə gəlmir ya? Ala, mən də oyunun qurusiyam. Bu oyunun qurusiyam. Düz dedim uşaqlar, ha? Oyunu quranam da yani. Tamam, başlayaq. Koyma! 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 Evet! Emreş vurmadı. Hayda. Sürüyürler. Sen niye olan golla sevdiysen? O zaman ben oğlum ben hansından oynuyorum. Bu komandan oynuyorum. Ben bilmem bakayım. Güzel. Ay git. İdman TV'ye bak da. Oyun. Tamam ben oğlum güzel gör. Ben radyoya bakalım. Yok ben. Neyinirsiniz? Yaxşı oynayın da. Bu necə oyundu? Mən sizə belə demişdim. Allah. Belə şey var Allah. Allah bizi aşırı elədilər ya. Vay vay. Ha Gamze ne olur? Hep bir defa ben başı sağlasın ki ben hadar oynayayım bu komandalar işte burada. Ben bilmem ne yaparım. Ala gel kimden öldürük. 3 tane galiba onu kurtarmakla. Biz nasıl emeliyiz? Sen nasıl liye idala da? Niye? Git yan kapıda orada. Hayır git şuradan bak. Allah. Tüm sənin başına. Tüm sen başına. Sen deli olmuşsan niye sevinirsən? Kimin can? Hə mama. Hə gəldim. Mama çağırma gəlməyəm. Ala git sana. Ala evə çağır. Atam ben de. Bir dakika. Bu git yolunuzda. Para cinca. Para cinca. Allah sen. Siz necə adamlarsınız Allah? Hələ də oynuyorsunuz. Atam sen oyunun axırını göz. Düz dedi, YSK oyundan özümüzü hörmət eləydik. Allah cırıq oldu da. Ala oyunu boyna. Sağ ayağım işte. Xosu! Eşitmirsən ya burada? Yavaş da. Git yavaşça Oktay'ı yık, heç kim bilməsin. Oktay'ı. Git de. Verin de bende de. Nerede verin ben? Hadi. Değil tabii öyle. Koşu.
Ay bunu! Oktay! Aa bunu! Aa! Oo! Oktayım ne oldu? Yazı. Ne oldu? Belə oldu. Adam kimi oynayın da. Biz neyiniyək? Oynaya bilmir, oynamasın da. Qoca kişinin nə işi var burada? Alaca ne işi var? Olursan xeyir olur. Ben Siryozun atasının ayağına kırırsan. Mırıngın. Ha, indi sən anatomik sümüyü yeri dəyişim ala. Xosu faxı. Heç can. Allah bırak hala. Değişeceğim bırak. Həkim çağır. Sən gələ. Oktay. Harun ağrıyır Oktay. Kim getir? Çık şura. Bu planlaşdırdığımızdan da yaxşı oldu. Yaxşı ki, rəqib oyuncu ayaqla girdi. İnandırıcı oldu da. İndi dayanmadan qışqır. Aa, sil kırılıb ey ayağım. Nə? Ay! Ay!